Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatxatki şəhərinin meri, 61 yaşlı Hilal İsayev bıçaqlı hücuma məruz qalıb. Qafqazinfonun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sinə nahiyəsindən ağır bıçaq xəsarətləri alan İsayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Hücumu törədən şəxsin hadisə yerindən qaçdığı bildirilir. Fermer olduğu qeyd edilən şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livedirgə kəndində anadan olub. O, Dnepr Dövlət Aqrar İqtisad Universitetini bitirib və uzun illər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərib. İsayev Kaspi Özəl Kənd Təsərrüfatı müəssisəsinin rəhbəri olub. 2015-ci ildə Batkivşina partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilən İsayev, 2019-cu ildə eyni partiyadan Ukrayna Ali Radasına namizəd olsa da, parlamentə düşə bilməyib. Hilal İsayev 2020-ci ildən Pyatxatki şəhərinin meri vəzifəsində çalışır.